Salam əziz tələbələr, kompüter qrafikasına aid olan bazı sualların bir qisminin izahına baxırıq. Birinci sualda deyilir ki, hansı fikir raster qrafikasına aiddir? A variantı, təsvirlərin vizual keyfiyyətini itirmədən ölçülərini kifayət qədər dəyişdirmək mümkündür. Xeyr, bu raster qrafikasının çatışmazlığıdır. Vektor qrafikasının üstünlüyüdür. Çünki raster qrafikası piksellərdən ibarətdir və ölçüləri nə qədər dəyişmək istəsəz, yəni ki, görüntünü yaxınlaşdırdıqda artıq keyfiyyət itmiş olacaq. B variantı, qurulmuş təsvirlərdə maksimum dəqiqliyə nail olmaq mümkündür. Bu da səhvdir, bu da vektor qrafikasına aiddir. Maksimum dəqiqliyə dedikdə yaxınlaşdıranda, uzaqlaşdıranda keyfiyyət itməməsindən irəli gəlir ki, bu da rasterın çatışmamazlığıdır. C variantı, raster redaktorlarda işlənmiş foto və rəsmlərin ən yaxşı emal vasitəsi olması ilə səciyyələnir. Bəli, bu doğrudur. D. Yüksək çap keyfiyyətinə malik olur. Xeyr, əgər piksellərdən ibarətsə, çapda da problemlər yaşana bilir. Təsvirləri düyün nöqtələri boyunca ayrı-ayrılıqda redaktə etmək mümkündür. Redaktə etmək mümkün deyil. Çünki tək-tək pikseldir. Yenə qeyd edirəm. Rasterın əsas mənfi cəhəti odur ki, piksellərdən ibarət olmasıdır və bu da avtomatik onda bəzi çatışmazlıqlar yaradır. Hansı fikir vektor qrafikasının üstünlüyünə aid deyil, üstünlüyü deyil? A variantı, vektor təsvirləri asanlıqla raster təsvirlərə çevirmək olar. Bəli, vektorizator deyilən proqramlar var ki, 2 dənə proqram var. Adobe Streamline və Corel Trace. Bu proqramlar vektor təsvirləri raster təsvirə çevirmək üçün və ya əksinə istifadə olunur. Deməli, bu üstünlüyü deyildir, amma üstünlüyüdür. Bizim cavabımız bu deyil. Qurulmuş təsvirlərdə maksimum dəqiqliyə nail olmaq mümkündür. Bu da vektorun üstünlüyüdür. Bizə üstün deyil. Bax, mütləq testlərdə həmişə belə formada olanda üstünlüyüdür və yaxud aiddir, aid deyil. O hissələri özünüz işarə eləyin. İşarə eləməsəz, avtomatik beynimiz doğru cavab axtaracaq və sualın amma yanlış cavabıdır. Mütləq oranı qeyd eləyin. Ən çox da səhvlər bu problemdə olur. Mexaniki dediyimiz səhvlər və ən çox da insana pis təsir eləyən səhvlərdir ki, bildiyiniz halda səhv yazmış olursunuz. C variantı, vektor təsvirlərdən ibarət olan fayl raster təsvirlərinə nisbətən çox az yer tutur. Bu da üstünlüyüdür. Vektor təsvirlər kəsdikdə keyfiyyət itmir, bu da üstünlüyüdür. Müxtəlif mürəkkəb rəng sxemlərinin tətbiqi həllini tapa bilmədiyi üçün vektor qrafikalı rəsmlərdə realizm ənləri özünü doğrultmur. Doğrultmur deyir, doğruldur amma. Üstünlüyünə aid olmayan, bəli, Y variantı olur. High Color-da piksellər neçə bitlik ikilik ədədlər vasitəsilə kodlaşdırılır. High Color-da 2 üstü 16 dənə rəng çaları var. 2 üstü 16 rəng çaları varsa, deməli bir pikselin həcmi nə olacaq? 16 bit. Cavab olur D variantı. Bir də var True Color. True Color eyni ilə RGB rəng modeli kimidir. Burada rənglərin maksimal sayı 224-dür. Deməli bir pikselin həcmi də olacaq 24 bit. RGB rəng modeli də 24 bitdir. Yəni bir pikselin həcmi, ikisi də eyni sayılır. Vektor qrafika nəyə imkan vermir? Elə cavab A variantı. Ayrıca piksellərlə işləməyə. Çünki vektor qrafika xətlərdən ibarətdir, piksellərdən ibarət deyil. Kompüterdə qrafik informasiya hansı formada təsvir edilir? Burada da A variantı rəqəmsal formada. Ümumiyyətlə bilirsiniz ki, kompüterdə bütün məlumatlar rəqəmsallaşdırılmış, kodlaşdırılmış formada təsvir olunur. Ekranın buraxılışı nədən asılıdır? Baxın, ümumiyyətlə bu suallarda problem yaşayanda belə ekran sözü deyir. Ekran sözü deyirsə, önəmli olan nədir? Orada monitordur, videokartdır, əməliyyat sistemidir. Videokartın olmasının səbəbi odur ki, görüntünü bizə keyfiyyətli formada təqdim etməkdir. Monitorun da işi nədir? Görüntünü təqdim olunması. Keyfiyyətli görüntü təqdim olunması üçün videokartı da yaxşı olmalıdır. 7-ci sual. 2 megabit böl saniyə sürəti ilə internetdən 512/1024 nöqtədən ibarət şəkil yüklənmişdir. 512/1024 nə idi? Üfüqi və şaquli nöqtələrin sayıdır. Yəni, diaqonal üzrə ölçü deyil. Məsələn, sizə deyər ki, monitor 512/1024 ölçüdədir. Bu o deməkdir ki, üfüqi və şaquli nöqtəsi belədir. Şəkil 10 saniyəyə yüklənərsə, onun neçə rəng çalarının ibarət olduğunu tapın. Baxın, düsturlar belədir. Ümumiyyətlə, əsas anlayışlar mövzusunda da biz bu düsturlardan istifadə edirik. Həcm düsturları tapan zaman VT düsturudur.
Əsas anlayışlarda var idi sətr, səhifə, simvol, kod standartı, bir simvol sayı vurulsun bir simvolun həcmi. Bu formalı həcm düsturu var idi. Amma bizdə indi kompüter qrafikasıdır. Həmin düsturdan çıxarılmadı. Həmişə tələbələrə onu qeyd edirəm ki, o mövzunu mütləq formada mükəmməl bilməlisiniz ki, kompüter qrafikasında da problem yaşamayasınız. H bərabərdir VT. Sürət və zaman verilsə həcmi bu düsturdan tapa bilərsiniz. Sonra həcm düsturu var kompüter qrafikasının standart. Nöqtə vurulsun nöqtə. Yəni piksel sayı vurulsun bir pikselin həcmi. Nöqtə vurulsun nöqtəyə piksel sayı da deyilir. Yəni ikisi də eynidir. Piksel sayı vuraq bir pikselin həcmi. Baxın, artıq bizdə verilmiş misalda həm sürət var, həm zaman var, həm də bu piksel sayıları var. Deməli, biz bu həcmləri bir-birinə birləşdirə bilərik. VT bərabərdir. Piksel sayı vurulsun bir pikselin həcmi yazmaq mümkündür. Düsturu yenidən yazıram. Eyni ilə biz bunu əsas anlayışlar mövzusunda da eləyirdik. Sürət zamanı sətr, səhifə, simvol, koda bərabərləşdirə bilirdik. İndi sürət var 2 megabit böl saniyə. Zamanımız 10 saniyədir. Piksel sayı 512 209'dur, 1024 210'dur. Vurulsun bir pikselin həcmi. Bir pikselin həcmini də bilmirəm. Məsələn, A ilə işarə eləyirəm. Bunun vahidi bit olacaq. Bilirsiniz ki, 2-nin qüvvətində yazılmış qiymət hər zaman vahid bitləndir. Bunu mütləq formada qeyd edin, yadınızdan çıxartmayın. Sizə deyirlər ki, 4 bit, bir pikselin həcmi 4 bitdirsə, deməli maksimal rəng sayı 2/4'dür. 2-nin qüvvətində verilmiş qiymətin vahidi bit olacaq. Deməli artıq bərabərliyin sağ tərəfinin də vahidi bitdir, amma sol tərəfin vahidi megabitdir. Saniyələr ixtisar gedir, qalır 20 megabit bərabərdir 219 vurulsun A bitə. Megabitdən bitə çevirmə aparmalıyıq. Deməli, çevirməm üçün bu bəzi xüsusi məqamlar var idi. Megabit, kilobit çevrilmələri. Onların hər birinin izahı kanalda var. Daxil ola bilərsiniz. Kanalda çevrilmələr yazın elə. Magistrolun kanalında video izahda vermişəm onların hər formasının izahını. Megabitdən bitə çevriləndə bildik ki, bu sonda olan IT hissələrini silsəz, megabaytdan bayta çevirmə kimi həll etməlisiniz. Megabaytdan bayta da keçəndə 2/20-yə vurmaq lazımdır. Avtomatik 20 megabit olacaq, 20 vurulsun 2/20. Bir daha vurğulayıram, mütləq bu çevrilmələri bilməlisiniz və ona görə də həmin videoya baxın. Çünki bir dənəsini bilməklə kifayət olunmur. Hər formalı çevrilmənin fərqli üsullarla orada izahı var. 20 vurulsun 2/20 bərabərdir 219 vurulsun A bitə. İndi buradan ixtisarları aparaq. 219, 220 qaldı bu 2/1, yəni 2. 20 vuraq 2 elədi 40. Artıq biz cavabı nə tapdıq? Bir pikselin həcmi 40 bitdir. Baxın, sizdən nə istəyir? Cavab variantında 40'ı görən kimi A variantını götürə bilməzsiniz. Bizdən istənilir rəng çalarının sayı. Mütləq önəmli olan məqamları işarə eləyirsiniz. Biz tapdıq 40 bit bir pikselin həcmini. Rəng çalarlarının sayı deyirsə 2/n bit düsturundan istifadə edirik. Yəni 40'ı 2'nin qüvvətinə yazmaq lazımdır. Doğru cavabımız olur B variantı. Bəs A variantının doğru cavab olması üçün nə soruşmalıdır bizdən? Bir pikselin həcmi nə qədərdir? Bir nöqtənin kodlaşdırılması üçün nə qədər həcm lazımdır? Bu formalı şərt soruşularsa cavab A variantı olacaq. Davam eləyək. 8-ci sualla 256 rəngdən ibarət olan təsvirin rənglərinin sayını 2 dəfə artırdıqda həcmi necə dəyişir? Baxın, ümumiyyətlə həcmin dəyişməsi, həcmin azalıb çoxalması rəng sayından yox, bir pikselin həcmindən asılıdır. Çünki siz 256 rəng deyəndə bunun 256'dan istifadə eləmirsiniz axı. Onu 2'nin qüvvəti formasında yazırsınız. 256 rəngdən ibarətsə bu 208 bit deməkdir. Və buradakı 8'dən istifadə olunur. Yəni rəng çalarları, rənglərin maksimal sayı, rəng sayından istifadə eləmirsiniz. Onu 2'nin qüvvəti formasına çevirəndən sonra qüvvətdəki qiymətdən istifadə eləyirsiniz. Artıq bildik ki, biz 8 bit bir pikselin həcmi 8 bit olan təsvirin rəng sayını 2 dəfə artırırlar. 256'nı 2 dəfə artırdılar, oldu 512.
Baxın 256 rəngdən ibarət idi. 2 dəfə artdı, oldu 512. 512-nin də 2-nin qüvvəti formasına yazsaq 209 bit deməkdir. Həcmin dəyişilməsi deyən kimi mütləq formada qüvvətlərə fikir verməlisiniz. Həcm 8 bitdən 9 bitə keçibsə, necə dəyişibi tapmaq üçün 9-u 8-ə bölürsünüz. 1 tam 1000-də 125 eləyir. Yəni 1 tam 1000-də 125 dəfə artar. Baxın 256 rəngdir. 2 dəfə artdı, oldu 512. Hər ikisini 2-nin qüvvəti formasına yazırsınız. Bunu da qeyd olaraq yazın deyəcəyim sözü. Həcmin dəyişməsi qüvvətdəki qiymətdən asılıdır. Baxın bu sözü mütləq qeyd edin. 8 bit idi, oldu 9 bit. Necə dəyişdi? Bunu tapmaq üçün 9-u 8-ə bölürük. 1 tam 1000-də 125 dəfə artmış oldu. 9-cu sual. 16 rəngdən ibarət olan təsvirin rənglərinin sayını artıraraq 256 rəng etdikdə təsvirin yaddaşda tutduğu həcm necə dəyişər? 16 rəngdir. Oldu 256 rəng. Bayaqçında biz 2-yə vurub artırmışdıq özümüz. Bu amma özü avtomatik verib ki 16-dan 256-ya gedir. 256-nı 16-ya bölüb tapa bilməzsiniz ki 16 dəfə artar. Qəti formada bu səhvdir. Çünki nə etməlisiniz artıq? 2-nin qüvvətinə gətirməlisiniz. Həcm dəyişməsi qeyd elədik ki, qüvvətdə olan qiymətə əsasəndir. 2 üstü 8 bit. 4 bit idi, oldu 8 bit. Necə dəyişib? 2 dəfə artmış oldu. Növbəti bir maraqlı sual. M vuraq 1024 nöqtədən ibarət olan qrafik təsvirin informasiya həcmi 384 kilobaytdır. Qrafik təsvirin 8 rəng çalarına malik olduğunu bilərək M-i tapın. Düsturumuz belə idi ki, nöqtə vurulsun nöqtə, yəni M vuraq 1024 vurulsun 1 pikselin həcmi. 1 pikselin həcmini indi tapmaq üçün nə etməliyik? 8 rəng çalarına malikdirsə, deməli 8 2-nin 3-cü dərəcədən qüvvətidir. Artıq buradan bildik ki, 1 pikselin həcmi 3 bitdir. Bərabərdir, həcm də verilib 384 kilobayt. Bayaqki misalda bu düsturu düstur formasına yazmışdım deyə artıq düstur kimi yazmadım, qiymətləri yerinə qoydum. Sadələşdirsək, 384 ilə 3-ü ixtisar eləsəz 128 eləyir bu. M vurulsun 2 üstü 10. Baxın, bura bitdi, bura kilobaytdır. Bunu mütləq ilk olaraq çevirək. Kilobaytı bitə çevirsəm, vurmalıyam 2 üstü 13-ə. Bu zaman artıq 2 üstü 13-ə vurduq, bunun vahidi oldu bit. İkisi də eyni vahid olduğuna görə hesablamanı apara bilərsiniz. 3 ilə 384-ü ixtisar elədik, oldu 128. M vuraq 2 üstü 10 bərabərdir. 128 2 üstü 7-dir. Bu da 2 üstü 13-dür. Bit var, hər iki tərəf bitdi deyə yazmağa ehtiyac da yoxdur. İstəsəz yaza da bilərsiniz. M vuraq 2 üstü 10 bərabərdir 2 üstü 20. Buradan M də bərabərdir. 2 üstü 20-ni 2 üstü 10-a böləndə əsaslar eyni olduğu üçün qüvvətlər çıxılır. Bu da elədi 2 üstü 10. 2 üstü 10 da 1024 deməkdir. Deməli, M-in qiyməti oldu elə 1024. Götürüb buradan 1024-də təzədən 2-nin qüvvəti kimi düşünməyin. Elə bizdən M-i istəyirdi, M-i də birbaşa tapmış olduq. Suallarımız yekunlaşdı. Növbəti videolarda kompüter qrafikasına aid olan fərqli sualların da izahına baxacağıq. Növbəti videolarda görüşənədək.